Ümumi vəziyyət belədir. 3 ədəd dişi qalıb burada. Bir dişdə də güdül var, digər 3 kökdə artıq yararsız bir vəziyyətdədir. Bunları düzəltməklə zaten bir şey əldə edəməyəcəyik. Bu tərəflərdən fikir versək, Haymor boşluğuna burada 3 mm məsafəmiz var. Buralarda sümük dardır. Bu hissədə sümüyün darlığı 3 mm-dir. Bu tərəfdə Haymora qədərki məsafəmiz 5 mm-dir. O tərəfdə 3 idi. Bu tərəfdə Haymora qədərki məsafəmiz 5 mm-dir. Çənə ümumilikdə progeniya çənədir. Yəni çənə ümumiyyətlə balacadır, yuxarı çənə. Amma bir şeylər eləməyə çalışır. Implant 4 mm qalınlıqdadır, 7 mm uzunluqdadır. Amma bu 7 mm-in 5 mm sümük içində, 2 mm isə çöldə qalması nəzərdə tutulub. Parlaq səth olacaq, görəcəksiniz indi. Belə bir implantdır. Çünki sümükdə yerimiz yoxdur həqiqətən. Bundan qalın eləyə bilmirik. Sümük artıq çox dardır. Sümüyü gərək yaraq eləyək. Amma bunlarla nəticələr alacağıq. İmplant görürük çöldə qalır müəyyən qismi. Bu onun parlaq hissəsidir ki, çöldə qalacaqdır. İmplant bazal qata, Haymorun dibindəki bazal qata dirənməkdədir. Sümüyün çöldə qalan hissələri dişi level olduğu üçün bir sıxıntı görmürəm burada. Qapağı bir dənə bağladıq. Yenə eyni, yenə 4 mm qalınlıq, ümumilikdə 7 mm uzunluq, amma 5 mm sümüyün içinə keçmək şərti ilə. Dört mm qalınlıqdır, 11 mm yarım uzunluqdur. Bu implantı qoyuruq. Arxalara nazik qoymamıza baxmayaraq, burada sümükdə yerimiz olduğu üçün daha böyük implant qoyuruq, uzun implant qoyuruq bura. Bunlar yumuşaq toxma deyildir, bunlar sümük qırıntılarıdır, bir sıxıntı görmürəm. Tam paralel şəkildə qoyulur, fikir verirsə. Bu implant biraz nazik implantdır. 3 mm yarım qalınlıq, 11 mm uzunluqdur. Belə yan kəsici dişin yerinə qoymaq üçün normal sayılır. Könül istəyərdi ki, bundan qalın qoysun, amma sümüyümüz çox nazikdir. Bu sümüyün burada tərpənən hissəsini görürük. Stomatoloqla irad tutacaq, amma bunu dərinə bağlayırıq. Orada tərpənən hissə burada qalmayacaqdır. Ümumilikdə bu hissəyə 4 ədəd. 1, 2, 3 və 4 ədəd çənənin yarı çənəyə implant yerləşdirmiş oldu. Çürük dişdə ortası bomboş, ona görə çıxmaq da istəmir. Bunlar da çox güman ki, güdüldən atacaq. Çöl divar yerindədir. Qaralmış, istifadə müddətini bitirmiş dişlərdir. Digər kötük. Belə qaralmış, bu da belə bir kötüydü, belə bir vəziyyətdə. Burada amma divar qırılmasa da balaca bir yarığı var burada. 4 mm, 11 yarımda uzunluq. Hamı elə bilir ki, pasientlərimiz hazır yer var orada. Yer olsa da biz yenə də frez qoyuruq. Çünki aşağı tutsaq, dişin diametri burada çox böyükdür. İmplantın diametri isə biz 4 mm bağlayırıq. Bu boyda geniş bir ərazi qalır burada. Biz nə qədər implantı qoysaq da çəkilən dişin yerinə burada bir boşluq qalır, fikir veririksə. Bu boşluq nə boşluqdur? Çünki dişin diametri burada aradasa 9 mm, 8 mm-dir. Bunu çıxardandan sonra biz isə bura 4 mm-lik implant bağlayırıq. Bu qalan boşluq ki var, bura biz indi sümük falan dolduracağıq. Yəni nə qədər biz çəksək də, dişi çəksək də ki, düşünülür ki, hələ onun yerinə bağlanılacaq. Orada bir frez işlədirik, yəni bir yer açırıq orada biz implant üçün. Yoxsa öz başına durma. İmplantın forması hardasa silindrikə yaxındır, amma dişin kökü konusdur. 4,5 qalınlıq, 11,5 isə uzunluq. 4,5 kifayət qədər qalın implant sayılır. Amma yenə də burada baxsaq, diş yuvasında boşluq çox qalırdı. Çünki oradan çəkdiyimiz diş köpək dişinin qalıq kökləri idi. Onun da qalınlığı çox olur. O səbəbdən.
Diametri nə qədər də qalın olsa da yenə də burada bir özü qədər də bir boşluq burada qalmalıdır. Sümüklərin artıq hissələrini götürmüş vəziyyətdəyik. İmplantlarla perimetr divarları hardasa eynidir. Bu hissəni indi götürəcəyik. İndi buranı bağlayıb tikib çıxacağıq. Mahiyyət etibarilə az görünən bu sümüklər ki yığırdıq. İndi bunları bu implantlarımızın ətrafını dolduracağıq. Autogendir, bədənin özündən götürülmüş sümükdür bu kənarlardan götürdüklərimiz. Bax belə implantlar üçün bir tapıntıdır bu boşluqlar üçün bir tapıntıdır. Bu boşluğu məsələn bundan doldurduq. Bunu hələ ki saxlayırıq, digərlərini işləyək. Dörd millimetr qalınlıq, 7 millimetr ümumi uzunluq, amma 5 millimetr sümüyə girən hissə. Dört millimetr qalınlıqdır, 10 millimetr uzunluq. Ümumilikdə bir ədəd implant bura, biri bura, bir bura, bir də bura. 4 ədəd olmaqla implantları yerləşdirdik. Burada implantın çöldə olan hissəsini görürük arxa tərəfdə. Bu dişi level olduğu üçün implantın parlaq səthidir çöldə. Və beləcə əməliyyatımızı bitirmiş olduq burada. Yenə öz bədənindən olan sümüklər. Bunları gətirib qoyacaq bura. Əməliyyatımız bitdi. Hər tərəfi dişləri 3 dənəsini çəkdik, çıxartdıq. Sentrdən o tərəfə 4 ədəd, sentrdən bu tərəfə də 4 ədəd olmaqla ümumilikdə 8 ədəd implant yerləşdirmiş olduq. 3 ədəd diş çəkmiş olduq. Keçmiş olsun deyirik. İmplantlar da mübarək deyirik. Ağrı çoxmu oldu? Ağrı yoxdur ya. Ağrı yoxdur. Sadəcə iş görmüşük, yorulursunuz da. Bu qədər ağız açıq saxlanır.